Bir neçə qardaş video çəkməyə başlayıb. Bu sırada ayrı-ayrı özlərinə yazmayacağım. Çünki birdən xətirlərinə dəyər. Amma bunu görən olsa, indi yəqin ki, özü ola bilsin ki, başa düşər. Blog çəkəndə, mən nəticə çəkəndə bax belə çəkirdim. Çünki telefonu belə tutmaq, bayda astanovka deyim, cəmaat var. Cəmaatın yanında telefonu belə tutmaq biraz adama sıxıcı gəlir, biraz adama belə qorxulu gəlir. Amma əslində elə deyil. Bu adamlar düzdür. Yanlarından keçəndə mənə baxacaqlar. Yəni bu nə danışır öz-özünə gedə-gedə. Amma elə bu momentdə baxacaqlar. Bundan sonra baxmayacaqlar. Yəni yadlarında da qalmayacaqsınız. Heç kimin də inanın ki, vecinə deyilsiniz. Yalnız sizin özünüzdən başqa. Yəni o beyindədir də. Yəni düşünürsünüz ki, ayda axlar nə düşünür, nə düşünürlər. Heç nə düşünməyəcəklər. Sadəcə biz qəribə gələcək. Ondan sonra hər kəs öz işinə davam edəcək. Amma videonuzda siz sıxıldığınızı hiss elətdirməyəsiniz. Zaten mən də hardasa biraz bəlkə də sıxılıram indi. Amma mən telefonu belə tutsam, o sıxıntı daha çox bildirilir. Özü belə qorxa-qorxa danışsam. Nəinki, bax belə tutub da sərbəstlə danışsam. Yəni bir dəfə, 2 dəfə, 10 dəfə çəkdikdən sonra cəmaat içində, parkda falan, yəni özünüz də o rahatlığı hiss eləyəsiniz və sərbəst çəkəsiniz. Ona görə qorxmayın, narahatlığa heç bir səbəb yoxdur.